Hoş gördük. Əziz izləyicilərim, xalqımız və bütün tərəqqipərvər bəşəriyyət bu il Alman faşizm üzərində qələbənin 80 illiyini təntənə ilə qeyd edəcəkdir. Bu qələbənin əldə edilməsində Azərbaycan xalqının qəhrəman oğul və qızlarının çox böyük xidmətləri, qəhrəmanlıqları olmuşdur. Bununla əlaqədar olaraq biz il boyu sizə bir-birindən maraqlı videolar təqdim edəcəyik. Sizinlə bugünkü görüşümüz 8 Mart Beynəlxalq Qadınlar Bayramı ərəfəsində təsadüf etdiyi üçün biz bugünkü görüşümüzdə Zaqatala qadınlarının həm arxa, həm də ön cəbhədə göstərdikləri qəhrəmanlıqlarla əlaqədar sizə məlumat verəcəyik. Məlumat üçün bildirim ki, bununla əlaqədar bizim çoxlu məqaləmiz çıxmış, həmçinin biz kitablarımızda da ətraflı məlumat vermişik. İndi də gəlin bu məlumatları bir də nəzərdən keçirək. O zamanki Zaqatalada çıxan Bolşevik kolxozu uğrunda adlı qəzetin səhifələrində belə yazılara biz çox rast gəldik. Belə ki, qəzetdə müharibə dövründə çıxmış məqalələrin birisində yazılır. Rayon Partiya Komitəsinin təlimatçısı Səkinə Zamanova könüllü olaraq döyüşən orduya getmişdir. Qəzetdə başqa bir məqalədə Dövlət Bankı Zaqatala şöbəsinin işçisi Raqojina Yekaterinanın könüllü olaraq cəbhəyə getməsindən bəhs edilir. Yəni, demək, Bolşevik kolxozu uğrunda qəzetində müharibə ilə əlaqədar qadınlarımızın belə təşəbbüslərindən bəhs edən məqalələrə çox rast gəlirik. Zaqatala qadınlarının arxa cəbhədə göstərdiyi ən böyük qəhrəmanlıqdan biri, təşəbbüslərindən biri isə o zamanki qəzetin 1941-ci il 23 avqustunda Sovet Azərbaycanının bütün qadınlarına müraciəti olmuşdur. Müraciətdə deyilir: Əziz rəfiqələrimiz, cəbhəyə etdiyimiz yardım çox böyükdür, lakin daha böyük olmalıdır. Vətən müharibəsi cəbhələrində qəhrəmanlıqla vuruşan qardaşlarımıza ana qayğısı və nəvazişi ilə baxmalıyıq. Əziz bacılarımız, ən şiddətli şaxtada döyüşçülərimizin və komandirlərimizin isti paltarlarla təmin edilməsi sizdən asılıdır. Öz əlimizlə onlar üçün isti paltar tikək, corab, əlcək toxuyub göndərək. Azərbaycan qadınları, Xalq Müdafiə Fondu yaratmaq uğrunda qüdrətli hərəkat bütün ölkəni bürünmüşdür. Artıq vəsaitimizi, qiymətli şeylərimizi, qızıl, gümüş əşyalarımızı, qalayımızı, misimizi, nikelimizi, cəbhəyə lazım olan hər şeyimizi bu fonda verək. Şübhə yoxdur ki, Vətən müharibəsinin bu ciddi zamanında Azərbaycan qadınları ümumxalq işinə öz paylarını verəcəkdir. Bu müraciətnaməni imzalayan biz, aşağıdakı qadınlar müdafiə fonduna göstərilən əşyaları verdik. Aslanova Çimnaz, bir qızıl qol saatı 1000 manat pul. Əlizadə Zeynəb, bir qızıl qol saatı. Babazadə Leyla, 2 qızıl üzük 1000 manat pul mis qablar. Sultanova Hökümə, bir qızıl üzük, bir gümüş stəkan altı mis qablar. Cəfərova Əminə, bir qızıl üzük, gümüş qablar. Kərimova Firuzə, bir cüt qızıl sırğa, bir sap qızıl pul, bir qızıl monoqramma, üstündə brilyant qaş olan bir sancaq 6 yaqut daşı. Həmçinin Xan Məmmədova Leyla, Nəsirova Ceyran, Məmmədova Əzizə, Əliyeva Sara, Qulyeva Rəhilə, Əşrəfova Məsumə, Babayeva Səriyyə, Sadıqova Xanımana, Kərimova Zəhra, Tahirova Tahirə, Vəzirova Mədinə və onlarca mərd qadınlarımızın adları və onların müdafiə fonduna verdikləri qiymətli əşyalar bu məqalədə, bu müraciətdə qeyd olunmuşdur. Zaqatalanı əhatə edən dağların o tərəfində Alman toplarının səsinin gəldiyi bir zamanda müharibənin necə nəticələnəcəyini bilmədiyimiz bir vaxtda qadınlarımızın belə bir təşəbbüslə çıxış etməsi əlbəttə onların qələbəyə olan inamının parlaq təcəssümü idi. Qadınlarımızın cəbhəyə köməyi, fədakarlığı diqqətdən kənarda qalmırdı. Qəhrəman döyüşçülərimiz onlara çoxlu təşəkkür məktubları göndərirdilər. O zamanki qəzetin 20 sentyabr 41-ci il sayında bu məktubların biri verilmişdir. Təşəkkür məktubunda deyilir: Əziz doğma bacılarımız, Bünyadova, Məmmədova, Darçınova və başqaları, sizin namuslu əlləriniz ilə qazanmış böyük və qiymətli pasilkanızı biz komandanlığın döyüş tapşırıqlarını yerinə yetirdiyimiz zaman aldıq.
Biz döyüşçülər sizin bizə qarşı bəslədiyiniz səmimiyyətə və mətanətə qarşı sevinç hisslərimizi ifadə etməkdə çətinlik çəkirik. Hörmətli bacılar, biz onu yəqin bilirik ki, bizim arxamız qırılmazdır. Xalqımızın diqqətindən silinməyən qəhrəman qoşunlarımız məğlub edilməzdir. Zaqatala qadınları həmçinin müharibə illərində ön cəbhədə də böyük qəhrəmanlıqlar göstərmişlər. Belə bu qadınlardan birisi də Mustafayeva Şaziyə Məmməd Nuri qızıdır. Şaziyə xanım müharibə illərində Yevlax aeroportunda baş radio operator işlənmişdir. Həmçinin qadınlarımızdan Yüzbaşova Mahtaban müharibə illərində SSR Müdafiə Nazirinin əmri ilə Nalçik şəhərinin qırıcı batalyonunun Zaqatalada yerləşən hərbi hissəsində orduda xidmət etmişdir. Bəli, müharibə illərində Nalçik şəhərinin qırıcı batalyonu Zaqatalada yerləşmişdir. Həmçinin qəhrəman qadınlarımızdan Bilqeyis Qasımova könüllü olaraq cəbhəyə getmiş, Zenit artilleriya hissəsində sıravi əskər kimi xidmət etmiş, sonralar o kiçik komandir rütbəsinə qədər yüksəlmiş və onu projektor bölməsinin komandiri təyin etmişlər. 1943-cü ildə gedən döyüşlərdəki qəhrəmanlığına görə Bilqeyis xanım döyüş xidmətlərinə görə medalı ilə təltif olunmuşdur. Biz hər iki qəhrəman xanımımızın qəhrəmanlığından, Zaqatala qadınlarından bəhs edən Zaqatala qadınları adlı bu kitabımızda bəhs etmişik. Eləcə də Zaqataladan bəhs edən, ensiklopedik məlumat verən Zaqatala adlı bu kitabımızın bir fəslini də 2. Cahan Savaşı'nda Zaqatalalıların göstərdiyi qəhrəmanlıqlara həsr etmişik. Biz sizdən öyrənmişik qəhrəmanlığı adlı belə bir fəsil kitabda bütövlükdə Zaqatalalıların 2. Dünya Savaşı'nda göstərdiyi qəhrəmanlıqla həsr edilmişdir. Həmçinin deməli biz onlarla fəxr edirik adlı bu kitabımızda da biz Zaqatala qadınları müharibə illərində adlı geniş bir məqalə vermişik, yazı vermişik və bu yazıda da ətraflı surətdə xanımlarımızın müharibə illərində göstərdiyi qəhrəmanlıqlardan bəhs edilir. Eləcə də Zaqatala qəzetinin 8 mart 2010-cu il sayında Zaqatala qadınları müharibə illərində adlı belə bir geniş yazımız çap olunmuşdur. Bundan başqa Ədalət qəzetinin 30 yanvar 2020-ci il sayında Zaqatala qadınları müharibə illərində adlı belə bir geniş yazımız çap olunmuşdur. Həmçinin Azərbaycan Veteranı qəzetinin 28 fevral 2020-ci il tarixində Zaqatala qadınları müharibə illərində adlı belə bir geniş yazımız çıxmışdır. Əziz izləyicilərim, əlbəttə, qadınlarımızın həm müharibə illərində, həm ön, həm arxa cəbhədə göstərdiyi fədakarlıqlar, qəhrəmanlıqlar çox genişdir. Təbii ki, bir çıxışda biz buna əhatə edə bilmərik. Sadəcə biz sizə bununla əlaqədar yığcam məlumat verdik. Bütün bu qeyd etdiklərimiz, həmçinin dediklərimizin, məqalələrimizin həcmi imkan vermədiyindən qeyd edə bilmədiklərimiz bir daha göstərir ki, Zaqatala qadınları Alman faşizminin məhv edilməsində böyük fədakarlıq və qəhrəmanlıqlar göstərmişdir. Odur ki, bu günümüz üçün görk olacaq bu qəhrəmanlıq və fədakarlıqla fəxr etməyə hər birimizin haqqı vardır. Əziz izləyicilərim, bir daha qeyd edirəm ki, sizinlə 8 Mart Beynəlxalq Qadınlar Gününün bayram edildiyi günlərdə görüşürük, ərəfədə görüşürük. Mən fürsətdən istifadə edərək bütün qadınlarımızı, dünyamızın bütün qadınlarını, bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmim qəlbdən, ürəkdən təbrik edirəm. Dünyamıza sülh, əmin-amanlıq arzu edirəm. Bu bütün xanımlarımızın, eləcə də hamımızın arzusudur. Diqqətinizə görə çox sağ olun.